Salam kanal izləyiciləri, mən Günel müəllimə. Bugün sizlərlə hansı ki ekranda gördüyünüz belə bir din buraxılış sualının izahını bölüşmək istəyirəm. Deyir, parabolanın təpə nöqtəsindən koordinat başlanğıcına qədər məsafə 3 kök altında 5 olarsa, B parametrinin ən kiçik qiymətini tapın. Baxın, birinci bu parabolanın təpə nöqtələrindən ilkin birini tapaq. Y bərabərdir x kvadrat minus 6x üstəgəl b-nin parabolanın təpə nöqtələrindən biri -6 bölünsün 2 vur 1, yəni müsbət 3'dür. Diğer təpə nöqtəsi isə n bərabər 4 vurulsun b minus 36 böl 4 vur 1, yəni b minus 9'dur. Deməli, təpə nöqtənin koordinatları oldu 3 ilə b minus 9. Koordinat başlanğıcından isə koordinatları bildiyimiz kimi bu bir A nöqtəsi olsun. Koordinat başlanğıcının isə koordinatları 0, 0'dır. Bu iki nöqtə arasındakı məsafəni tapsanız, kökün altında 3 çıx 0'ın kvadratı uşaqlar nə qədər eləyəcək? 3'ün kvadratı, yəni 9. Bundan da 0 çıxanda elə b minus 9'un kvadratı. Şimdi baxın, bu məsafə nəyə bərabərdir? 3 kök altında 5'e. Şimdi gəlin bunu həll edək. Deməli, bu olacaq 9 üstəgəl b minus 9'un kvadratı bərabərdir 45'e. b minus 9'un kvadratı bərabər olacaq 45 çıx 9, 36. Deməli, b minus 9'umuz kvadratı 36'dırsa, bu ya mənfi 6'dır, ya da müsbət 6'dır. Mənfi 6 olsa cavab 3, müsbət 6 olsa cavab 15 edər. Ən kiçik qiyməti soruşur.